Salam, hər vaxtınız xeyirli olsun, əziz həmvətənlər. Əziz həmvətənlər, bugünkü mövzumuz İran-İsrail müharibəsi, bunun yekunları haqqındadır. Və bütün Azərbaycanımızı narahat edən bir məsələ var ki, İranın nüvə obyektləri vuruldu. Bu, uranın zənginləşdirən laboratoriyadan yayılan atmosfer qatına zəhərli şüalar var, yoxdur. Bu barədə fikirlərimi sizə bildirəcəm. İran tərəfi məğlubiyyətin qələbə kimi, İsrail də bu müharibəni qələbə ilə başa vurduğunu bildirir. Bu müharibədə kim uddu, kim uduzdu, bu barədə fikirlərimi çatdıracam. Eyni zamanda mən hesab edirəm ki, 2025-ci il iyunun 13-də başlanan müharibə 12 gündən sonra, belə deyək də, müvəqqəti atəşkəsə nail olunsa da, lakin müharibəyə tam sülh əldə edilməyib. Yəni, bilirsiniz ki, Azərbaycanla Ermənistan arasında da uzun müddət müharibə davam oldu. Yəni, bu müharibənin hələ sülh yolu ilə, sülh müqaviləsi bağlanmayıb. Yəni, İran-İsrail arasında başlanan müharibə atəşkəsdir, sülh müqaviləsi deyil. Sülh müqaviləsi münaqişə tərəfləri qarşılıqlı öhdəliklər götürür və bu öhdəliklər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında beynəlxalq hüquqi müstəvidə təsdiq edilir. Mən hesab edirəm ki, bu atəşkəs də kövrəkdir və sülh o vaxta qədər olacaq ki, İran uranın zənginləşdirilməsi proqramından imtina edəcəkdir. Əziz həmvətənlər, mən zaman-zaman video müraciətimdə Azərbaycanımızın faciələri haqqında da fikirlərimi sizə bildirəcəm. Yəni, bugün heç kimə sir deyil ki, Azərbaycanda həyat səviyyəsinin günü-gündən aşağı düşməsi nəticəsində ölkədə kütləvi işsizlik baş alıb gedir. Yəni, ölkənin bütün coğrafiyasını, bütün rayonlarda və şəhərdə qul bazarları var. Bugün heç kimə sir deyil ki, ölkənin cavanları, belə deyək də, gələcəyə ümidini itirdiyi üçün ölkəni tərk edirlər. Hər il 10 minlərlə, indi sərhəd bağlıdır, sərhəd açılandan sonra 100 minlərlə gələcəyə inamını itirmiş Azərbaycan gəncləri ölkəni tərk edir ki, bu da 100 minlərlə gənc xanımın evdə qalıb ailə qurmaması kimi bir faciə yaradır. Bu da az deyil. Hələ Azərbaycanda artıq elə bir durum yaranıb ki, ölkəni qul bazarları bürüyüb, ölkənin bütünün şəhər və rayonlarında qul bazarları fəaliyyət göstərir ki, ali təhsilli diplomlular qul bazarında gündəlik çörək pulu qazanmaq, acından ölməmək üçün iş axtarırlar. Ən dəhşətsi odur ki, bugün Azərbaycanımızı ağ ölüm bürüyüb, Azərbaycanın bütün və rayon və şəhərlərində narkotika, ağ ölüm satışı sanki günü-gündən çəhlənir. Zaman-zaman, əziz həmvətənlər, mən bu mövzulara toxunacam. Bunları Azərbaycanın milli faciəsi olması ilə yanaşı, bu faciədən qurtulmağın yollarını da bildiyim qədər sizinlə bölüşəcəm. Amma bugünkü mövzumuz İran-İsrail müharibəsidir. Bu müharibə Azərbaycanın sərhədlərində gedir və bu müharibənin Azərbaycana da təsiri olacaqdır. Əziz həmvətənlər, bu günlərim dedikdir, artıq atəşkəs də pozulub, qarşılıqlı ittihamlar var və qarşılıqlı raket zərbələri vardır. İran qələbəni qeyd edir. Hansı qələbəni qeyd edir İran? Baxaq, İran deməli yaxın şərqdə ən böyük neft və qaz, təbii sərvətlərə malik bir ölkədir ki, bu sərvətlərlə xalqını, İran xalqı əbədi xoşbəxt edə bilər. İranın əhalisi 83 milyon nəfər, ərazisi isə 1,60 milyon kvadrat kilometrdir. Baxaq İsrailə. İsrailin ərazisi 21,3 min kvadrat kilometr, əhalisi isə 10 milyondur. Kiçik bir dövlət İsrail 2000 metr məsafəni qət edərək, İranın bütün hava sərhədlərini maneəsiz keçərək, İranın deməli hava hücumunda müdafiə sistemini məhv edərək, İranın ən böyük nüvə laboratoriyaları olan, hansı ki o laboratoriyalarda
uranın zənginləşdirilməsi prosesi artıq son mərhələsində idi. Yəni, ən böyük yeraltı bunker 81 metr dərinliyində olan Fordoda, Natansda və İsfahandadır. Və Amerikanın köməyi ilə B-2 bombardımançı təyyarələri ilə bu təyyarələr 13,6 ton partlayıcı maddə, bomba atmaq qabiliyyətinə malikdir ki, bu da dünyada yalnız Amerikadadır. Və Amerika bu İsraillə birgə keçirdiyi hərbi əməliyyat nəticəsində yeraltı bunkerlərə ağır sarsıdıcı zərbələr vurmuşdur. Bu bombaları elə bir nizamlamışdılar ki, bir neçə saniyədən sonra bir-birini əvəz etməklə 100 tondan yuxarı bomba atılmışdır. Əziz həmvətənlər, bəs İran nəyi qeyd edir? İran məğlubiyyətin qələbə kimi qeyd edir və bütün İran xalqına bildirir ki, İran dünyada yenilməz bir dövlətdir. İranı deməli heç bir dövlət məğlub edə bilməz. Necə yəni sən bu məğlubiyyəti qələbə kimi qeyd edirsən ki, sənin deməli Müdafiə Nazirliyinin 20-dən çox generalı, o cümlədən İslam Keşikçiləri Korpusunun rəhbərini və həmçinin 13-dən yuxarı atom nüvə sahəsində alimlərinizi yatdığı yerdə qonşulara ziyan vurmamaqla məhv etdi. Sən bunu necə bayram edirsən qələbə kimi? Lakin qeyd edək ki, İsrail də bunu qələbə kimi qeyd edir. Yəni, İsrailin bu tam qələbəsi olmasa da İsrailin müəyyən, belə deyək də, müvəffəqiyyət əldə etdiyi demək olar. Yəni, İsrail bu müharibəyə başlayarkən qarşısına məqsəd qoymuşdur ki, İranın yeraltı bunkerləri, o bunkerlərdə ki, uranın zənginləşdirilməsi gedir, onları məhv etmək, İranın hava hücumundan müdafiə sistemini məhv etmək, İranın raket istehsal edən zavodlarını məhv etmək və sonda İranda hakimiyyət dəyişiklinə nail olmaqdır ki, lakin son anda İsrail bu İranın hakimiyyət dəyişikliyi planından, belə deyək də, diplomatik də olsa əl çəkdi. Qələbə kimin tərəfindədir, əziz həmvətənlər? Qələbə hələ yoxdur. Yəni, qələbə o vaxt olacaq ki, Amerikanı Birləşmiş Ştatlarının dövləti rəsmi mövqe nümayiş etdirmişdir ki, əgərlərim İran nüvə silahı proqramından imtina etməsə, İranın yeraltı bunkerləri fasiləsiz olaraq bombardıman ediləcəkdir. Mən hesab edirəm ki, hələ müqavilə, müharibə başa çatmayıb və bu müharibənin ağır nəticələri ola bilər. Əgər İran uranın zənginləşdirilməsi proqramından əl çəkməsə, bu müharibə davamlı olacaqdır. Əziz həmvətənlər, müharibə haqqında nə demək olar? Yəni, müharibə regionumuzda geosiyasi, belə deyək də, nüfuz dairəsində olan Türkiyənin nüfuzun daha da qaldırdı. Azərbaycanın beynəlxalq aləmdə, yəni coğrafi mövqeyinə əsasən nüfuzun qaldırdı. Yəni, bilirsiniz ki, İran ərazisində olan Avropanın diplomatları 10 minlərlə diplomatı maniyəsiz olaraq Azərbaycan sərhəddindən keçərək sağ-salamat vətənlərinə dönmüşdür ki, bu da Azərbaycanın yaxın şərqdə geosiyasi, coğrafi mövqeyinin daha da, belə deyək də, nüfuz dairəsində olmasını sübut etmişdir. Əziz həmvətənlər, mən qeyd etdim ki, yəni müharibənin başlamasının əsas səbəblərindən biri ən böyüyü İranın deməli uranı zənginləşdirməklə özünü dünyada atom dövləti elan etmək və bu atomu ilk dəfə olaraq İranda sınaqdan keçirməli idi. Üzr istəyirəm, İsraildə sınaqdan keçirməklə İsrailini yer üzündən silmək planı vardır. Bunu gizlətmirdi. Və tək İsrail yox, eyni zamanda bütün İranın dini xadimləri, ayatullalar Amerikaya ölüm, İsrailə ölüm şüarı altında 40 ildən yuxarıdır ki, İran əhalisi arasında dövlət səviyyəsində təbliğat aparırdı ki, bu da sonda faciəyə gətirib çıxarmalı idi. Əziz həmvətənlər, məni narahat edən məsələlərdən budur ki, bugün İran ərazisindən Azərbaycana, belə deyək də, təxribat xarakterli, xəyanət xarakterli səhər proqramı vasitəsilə İran dövləti, yəni bilirsiniz, avtoritar rejimdir,
bütün İranın dövlətinin nəzarətində olan mətbuat yalnız Sepaha tabidir və bunlar tərəfindən də idarə edilir. Yəni bunlar bildirirlər ki, sanki İsrailin deməli təyyarələri Azərbaycanda yanacaq doldurur və Azərbaycan ərazisinə keçməklə İran ərazisini bombardıman etmişdir. Lakin bu bir şantajdan başqa, yəni Azərbaycana eyni zamanda bir xəyanət mövqeyidir ki, yəni Azərbaycan dövlət səviyyəsində bildirmişdir ki, bu müharibədə tərəf tutmur və öz ərazisindən başqa dövlətlərin müharibədə iştirakını təmin edəcək deməli təyyarələrin benzinlə doldurulması və yaxud hansısa bir formada onların müdafiəsindən imtina etmişdir. Bəli, səhər proqramında bizim Azərbaycandan olan siyasi ekspertlər də göstərir ki, İran, belə deyək də, ən böyük raket bazası İranın Təbriz şəhərindədir, Cənubi Azərbaycanda. Təbriz şəhərində raketlərin istiqamətini Azərbaycana da yönəltmişdir. Lakin bu İranın məhvinin başlanğıcı olar. Çünki Azərbaycanın yanında İranla qonşuluqda olan NATO'nun ikinci qüdrətli ordusu Türkiyə kimi böyük bir qardaşımız var. Eyni zamanda Azərbaycanla hərbi strateji müttəfiq olan Pakistan dövləti var ki və dəfələrlə də rəsmi dövlət mövqelərini bildirmişdir ki, yəni əgər İrandan Azərbaycana bir dənə güllə keçsə, Azərbaycan dövlətinin hətta razılığı olmadan Pakistan qoşunları İran ərazisinə yeridiləcəkdir. İranı narahat edən məsələlərdən biri odur ki, Azərbaycan dövlət səviyyəsində İsrailə bir neçə dəfə müraciət etmiş və müraciətdə bildirmişdir ki, Cənubda soydaşlarımızın, Təbrizin və digər Azərbaycan şəhərlərinin də olan hərbi obyektləri bombalayarkən dinc əhalinin itkisini yol verməmək üçün təsirli tədbirlər görsün ki, bu da İranı ciddi narahat etmişdir. Son zamanlar İranın milliyyətcə, yəni Azərbaycan türkü olan PSŞ-nın da Azərbaycan dövlət rəhbəri ilə əlaqə saxlaması və ondan kömək istəməsi göstərir ki, Azərbaycan geopolitik, geocoğrafi mövqeyində möhkəmlənmişdir. Əziz həmvətənlər, mən nə demək istəyirəm? Bir çox soydaşlarımız kommentlərdə mənə yazır ki, əgər Amerika, İsrail, deməli, hərbi birləşmələri İranın uranın zənginləşdirilməsi, yeraltı zavodlarına vurduğu ağır zərbələr həqiqətə uyğundursa, bəs onda nə üçün deməli, uran laboratoriyalarında zəhərləyici maddələr atmosferə qalmamışdır və bu Azərbaycana təsir edə bilərmi? Bu barədə fikirlərimi sizlərə çatdırıram, əziz soydaşlarımız, narahat olmayın. Birincisi, bu laboratoriyalar Azərbaycan sərhəddindən təxminən 600-800 kilometr məsafədədir, bir. Yəni, onun Azərbaycana hava məkanına daxil olması elə bir asan məsələ deyil. İkinci, qeyd edək ki, və Amerika və İsrail kəşfiyyatının məlumatına əsasən İran bombardımandan bir neçə gün öncə deməli, uranın zənginləşdiyi uranı yük maşınlarla yeraltı bunkerlərdən çıxarmışdır. Bu da Azərbaycan soydaşlarımızı əmin etməyə əsas verir ki, yəni atmosferdə zəhərli maddələr yayılmamış və bunun Azərbaycana keçmə ehtimalı sıfır səviyyəsindədir. Bəs necə olmuşdur ki, İran yeraltı bunkerlərdən uranı zənginləşdirdikləri uranı çıxarmağa müvəffəq olmuşdur? Əziz həmvətənlər, Amerikanın aparıcı mətbuatı yazır ki, Amerika və İsrail İranı xəbərdar etmişdir ki, sizin uranı zənginləşdirdiyin yeraltı bunkerlər yerlə geçsən olacaq, orada zənginləşdirdiyiniz uranı həmin laboratoriyalardan çıxardın ki, atmosferdə zəhərlənmə yaranmasın. Və bunu Sputnik vasitəsilə çəkiliş aparan Amerika və İsrail deməli kəşfiyyatı göstərmişdir ki, bir neçə gün ərzində bir neçə yük daşıyan avtomobillərlə İran zənginləşdirilmiş uranı yeraltı laboratoriyadan çıxarılmışdır. Bəs burada qələbə nədədir? Qələbə ondadır ki, əziz həmvətənlər, yəni İranın uranı zənginləşdirmək üçün təxminən 40 ilə yaxın tikdiyi yeraltı bunkerlər
dağıdılmış və burada artıq uranın zənginləşdirilməsi üçün münbit şərait yoxdur. Yeni laboratoriyanın tikilməsi üçün uzun müddət vaxt lazımdır. Yəni, eyni zamanda İran 100 milyardlarla vəsait sərf etmişdir ki, uranı zənginləşdirsin və bu zənginləşdirməsin artıq dayandırıb. Yəni, hesab edirəm ki, əziz həmvətənlər, narahat olmayın. Bu yeraltı bunkerlərin vurulması elə bir ağıllı plan şəklində həyata keçmişdir ki, dağıdılan yeraltı bunkerlərdə uranın deməli parçalanması və atmosferə yayılması, o cümlədən Azərbaycan arasına keçməsi sıfır vəziyyətindədir. Narahat olmağa ehtiyac yoxdur. Əziz həmvətənlər, mən video müraciətlərimi sizlərə bildirəcəm. Əgər bu video müraciətlərim qismən də olsa siz xoşlayırsınızsa, bunu mən xalqımızın, millətimizin maarifləndirilməsi üçün edirəm ki, bölgəmizdə baş verən proseslər bilsinlər ki, Azərbaycana hansı təsir olacaq. Siz Oktay İskəndərli TikTok kanalıma üzv olun, paylaşın, kommentlər yazın ki, əziz həmvətənlər, növbəti videonu da izləmək şansınız olsun. Dəyərli vaxtınızı aldım, haqqınızı halal edin. Əziz həmvətənlər, növbəti video müraciətə qədər sizini uca Allaha əmanət edirəm. Hamınıza təşəkkür edirəm.